Ana və 3 az yaşlı qızı. İsinmək üçün küçədə ocaq qalayıblar. Sosial şəbəkələrdə yayılan bu görüntülər cəmiyyətdə ciddi narahatlıq doğurub. Onları bu vəziyyətdə qalmağa nə məcbur edir? Sualımıza cavab tapmaq üçün çəkiliş qrupumuzla həmin əraziyə yollandıq. Hadisə şahidlərinin sözlərinə görə qadın və uşaqları qarşısında dayandığımız bu mənzildə kirayə yaşayırlar. Hadisənin təfərrüatları ilə bağlı daha ətraflı məlumat almağa çalışsaq da suallarımız cavabsız qaldı. Evdə heç kim olmadığından qonşular və ailəni tanıyan şəxslərlə həmsöhbət olduq. Yandı evləri. Qıraqdan, bucaqdan yardım edən nə var? Orada zibə kutusun bölünə durur, orada da indi verirlər də. Hələ 500-nə verirlər. Bir xəstəlik. Burada yəni uşaq inanmıram. Yəni hava yoxdur, bir şey, pəncərə yoxdur içəridə. Koridorda girdin, hər tərəfin 4 tıfar. Nə qədər müddətdir buradadılar? Onlar bir 4 il, 5 il var. Onlar demək olar ki, ildən də artıqdır. Biz görürəm, axşam saatlarında otururlar. Uşaqlarla acınacaqlıdır. Əsas da uşaqların yaşayış tərzi çox acınacaqlıdır. Mayil əlir ki, ya onların evi, ya qaldığı bir yer yoxdur. Ən əsası vacib uşaqlardır. Uşaqların yaşamasıdır. Uşaqlar soyuqda gəlirlər, indi gələn, gedən maşınlar hörmət eləyir, kömək eləyirlər. Ailənin əsasən gecələr orada olduğunu öyrənib, axşamın düşməyini gözlədik ki, bir daha əraziyə gedək. Qarşılaşdığımız mənzərə isə belə oldu. Evdə yanıbdı, indi yataqxanada kirayədə qalıram. Yataqxanada çoxdan mı qalırsınız? Hə, 1-6 il var. Burada nə bilim, eləsinə dedə, ehtiyacım var. 3 dənə uşağım var mənim. Hə, uşaqların dolanışığı üçün, yəni ki... Hə, birini hazırlığa qoymuşam, biri də məktəbə gedir. Biri də buldum. Dolanma üçün insanlardan pul istəyirsiniz də, belə deyil. Yəni kimin imkanı çatır verirsiniz. Hə. Niyə? Mən o telefonum yox, bir şeyim yox. Mən heç kimdən kömək istəyə bilmirəm. Kiməsə deyə bilmirəm. Sözügedən məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi əraziyə baxış keçirib. Agentlik bildirib ki, ailə hələ 2022-ci ildən sosial hüquqi xidmətlərlə əhatə olunub. Uşaqlar sənədləşdirilib, təhsil və tibbi xidmətə cəlb edilib. Ailəyə ünvanlı sosial yardım təyin olunub. Hazırda qadın bacısının evindədir və onunla profilaktik söhbətlər aparılır.